Hamınıza salam, əziz uşaqlar. Bu günləri sizlərlə birlikdə ingilis dili test işləməyə davam edirik. Birinci sualımıza keçək. Choose the correct matching. Fet. Fet ayaqdır. Baş, yiğit. Tami, qarın. Bir dəqiqə əziz uşaqlar. İncəldim. Fet. Tami. Yiğit. Bu Fet bura getdi. Bu bura, bu da bura. Cavabımız A variantı. Bend your. Bend əyilməkdir. Your ə. Burada A. A məsələn üçün burada var arms. Arms. Burada da var jump with your legs. Ayaqlarınla atdan. With o deməkdir ki, with with məsələn üçün I wish mən Hüseynləyəm. Məsələn üçün jump with your legs. Ayaqlarınla zıpla. Yəni lalə şəkilçisi kimi. Tap your, tap toxunmaq. Your sənin. He baş. Cavabımız D variantı. Arms, legs, legs ayaq deməkdir. Arms, legs, head. Keçək digər suala. I don't have legs. Legs necə deyim? Legs legs ayaqdır. Belalarda demişdim. Don't da keçən dərs demişdim. Əgər əvvəlki videomuza baxanlar bilər. Do etməkdir. Amma yenə deyirəm. Do etməkdir. Not da xeyr deməkdir. Don't etmir. Yəni I don't have. Don't have də yox deməkdir. Yoxdur. Mənim yoxdur qıçlarım. Yox. Legs qıçdır. Ayaqda fitdir. Yəni legs, qıç, ayaq eyni şeydir. And I don't have legs and arms. Cavab burada 2 dənə var. Not və don't. Don't have yoxdur deməkdir. Not olmur. İngilisində elə deyil. C getdi. Yaxınlaşdırım. Üzr istəyirəm, biraz qalın eləyim. Yaxşı görürsün. Cavab. Choose the correct answer. Leyla, do you have yellow hair and blue eyes? Blue eyes, eyes gözlərdir. Yellow hair, sarı saç. Blue eyes, mavi gözlər. Deyir ki, Leyla, sənin var mavi gözlərin və sarı saçın? Yes, I do. Cavab C. Which animals is there in the box? Which hansı animal, heyvan is there oradadır? In the box içində. İçindədir. Orada içindədir qutunun. I have 4 legs, blue eyes and teeth. Blue eyes. Bunda var. 4 ayaq. Bunda var. Və cavab D. Yəni cat bir şey. Yaxşı olmadı. Keçək digər səhifəyə və digər suala. Complete the dialogue. Do you have? I don't deyir. Mənim yoxdur.
Deməli biz bura elə bir şey yazmalıyıq ki, nöqtələr. Bunda olmaz. İngiliscəsində elə bir şey yazmalıyıq ki, nöqtələrə. Bunda palyaçoda olmaz. Do you have black hair? Qara saç. Çünki bunun qara saç yoxdur. Baxın. Sarı saç var. Nose burun. Qırmızı burnu var. Eyebrows qaşdı. Yaşıl. Qaş bir dəqiqə baxım yaşıldır. Üzr istəyirəm bir dəqiqə. Bəli, yaşıldır. Burada sarı kimi görsənir, amma məndə kitab var, orada yaşıldır. Do you have red eyebrows? Burada isə nöqtələri yazır. Biz nöqtələri onun cavabını yazmalıyıq. Bizdə var ya da yox. Do you have eyebrows? Ay, üzr istəyirəm, pozmaq istəmişdim. Do you have eyebrows? Eyebrows dediyim kimi qaşdır. Bunda qaş yoxdur. Bunda heç... Yox, bunda da qaş yoxdur. Hə, red eyebrows. Hə, var. Red eyebrows, üzr istəyirəm. Bunda qırmızı deyil. Yaşıldır. I don't. No, I don't. Choose the correct variant for the blanks. Bir dəqiqə. Nöqtələrin variantı seçmək üçün nöqtələri yazın. Elə bir şey deyir. I have 4, yəni 4. I have 4. Bunun 4 dənə ayağı var. I have 4 legs. And 2 necə ears? Ears qulaqdır. Qulaqlar necədir? Böyükdür. 4 ayağım və böyük, 2 böyük və 2 böyük qulaqlarım var. Legs big. Legs big. Let's begin demədim uşaqlar. Choose the correct variant. Emin, rub your tummy. Rub toxunmaqdır. Your sənin. Tummy, qarın. Emin də emin. İnsan. I have red hair, blue eyebrows and green eyes. I have red hair. Hair saçdır. Red də qırmızıdır. Mənim var qırmızı saçım. Mavi gözüm. Yox, mavi qaşım. Və yaşıl gözüm. Bu ikisi getdi. Yəni birincisində getdi. Qaldı bu ikisi. Bu necə tapır? Axırıncı dediyi sözdən. Yaşıl gözlər. Bunda yaşıl gözlər, amma bunda qaradır. Buna görə bu da getdi. Cavab D-dir. Əziz uşaqlar. Əziz uşaqlar, videomuz bu qədər idi. Görüşənədək.